Polis Akademiyası barəsində onu diqqətinizə çatdırmaq istəyirəm ki, əgər Polis Akademiyasına qəbul olmaq istəyirsinizsə, yaşadığınız rayon polis şöbəsinə yaxınlaşırsınız, lazım olan sənədləri yığırsınız, qabiliyyət imtahanlarından, tibbi baxışdan və s. keçirsiniz. Ballara gəldikdə isə 1-ci və 3-cü qrupdan qəbul həyata keçirilir. Əvvəlki ildə, yəni 2025-ci ildə 3-cü qrupdan 500 kursant, 1-ci qrupdan isə 25 kursant qəbulu həyata keçirilirdi. Ballara gəldikdə isə 430-480 civarında əvvəlki illər dəyişib, amma yenə də ora müraciətdən asılı olaraq ballar formalaşır. Yəni 400-dən yüksək olacağına yenə də mən gözləyirəm və yenə təkrar edirəm. O prosesə qədər mütləqdir ki, siz lazım olan sənədlərinizi yığasınız, tibbi komissiyadan keçəsiniz, mandatdan keçəsiniz və s. və s. Bununla da bağlı yaşadığınız rayon polis bölməsinə, şöbəsinə yaxınlaşırsınız. Onlar sizə ətraflı məlumat verib və sənədləşmə işlərinizdə köməklik edirlər.